Sosioloji haqqında video seçəndə iki termin üzərindən hərəkət edirəm əsasən. Bunlardan biri suveren güc və kütlə anlayışıdır ki, bunun haqqında çox video çəkmişik. İkincisi isə sosial məkanın məntiqi və ictimai fəza anlayışıdır ki, sosial məkanın məntiqi Pierre Bourdieu'da keçən bir şeydir. Çox danışma ehtiyacı duymuram. Ona görə oxuyub öyrənə də bilərsiniz ya da nə bilim çox güman ki, çox insan da bilir sosiologiya ilə maraqlanırsa. Lakin ictimai fəza biraz mənə məxsus olan bir termindir. Əslində mənə məxsus deyil, yəni sosiologiyada olan bir şeydir. Sadəcə biraz mən onu fərqli bir formada danışmışam. Nəysə, ictimai fəza nədir? İctimai fəza dediyimiz şey cəmiyyətin həm biliyi istehsal elədiyi, həm də istehlak elədiyi bir nöqtədir. İnsanlar burada necə biliyi istehsal edirlər, bu mövzulara gələk biraz. Deməli, həm mədəniyyətlə, həm geologiya ilə, həm politika ilə, həm təhsillə, həm sosial qarşılıqlı əlaqələrlə və s. bu uzana gedər. Yəni bir çox şeylə ictimai fəzada siz həm bilik istehsal edirsiniz, həm cəmiyyət, yəni ən azından biz təcə olaraq deyil, cəmiyyət həm bilik istehsal edir, həm də ki o biliyi istehlak edir. Lakin dediyim kimi bu sadəcə yetmir. İctimai fəza niyə vacibdir? Yəni sadəcə bu termin üçün qurduğum bir şey deyil. İctimai fəza sosial modellər üçün lazımdır. Misal üçün sosializmi düşünün, nə bilim faşizm olsun, feminizm olsun ya da nə bilim humanizm olsun. Hansını artıq seçmək istəyirsinizsə, libertarianizm, liberallıq, nə istəyirsiniz artıq öz sosial modelinizi fikirləşin və öz sosial modelinizi necə qura bilərsiniz. Misal üçün sosializmi SSR vaxtında qurulduğu terminini düşünsək, yəni o şəraiti düşünsək, inqilabdan ortaya çıxdı, o reformlar, sosial reformlar oldu falan uzun bir söhbət idi və bunun əsasında nə oldu? Yəni Çexa məhkəmələrində bir çox insan həyatını itirdi falan uzana gedir. Eyni sistemlər əslində feminizm üzərində də keçərlidir bu gün. Siz feminizmi birdən-birə ictimai cəmiyyətin fikrinin ortasına atdınız və bunu çox radikal bir şəkildə eləyirsiniz və o zaman nə olur? Misoginiya yaranır, misandriya yaranır, iki tərəf bir-birinə başlayır bu etiketin pis olduğunu deməyə. Bəs burada nə edirsən? İctimai fəza lazımdır burada. İctimai fəza inqilabla ya da belə sosial bir reformla deyil də, yavaş-yavaş təhsillə, mədəniyyətlə uyğunlaşdıraraq, geologiyaya uyğunlaşdıraraq həmin sosial modeli ictimai fəza daxilinə qəbul edir. Yəni fikri qəbul edir, amma fikri bir yerdə də saxlamır. Misal üçün feminizmdən gedək. Feminizm nədir? Gender bərabərliyini müdafiə edir də. Sən gender bərabərliyini müdafiə edən bu cümləni sadəcə ictimai fəzada saxlaya bilməzsən. Sən davamlı olaraq bu cümlənin üzərinə bilik istehsal eləməlisən. Bu biliyi istehsal elədikcə genişləndirməlisən, yəni həm də o bilik istehlak olunmalıdır insanlar tərəfindən və bunun nəticəsində daha sonralardan sosial model həmin cəmiyyət üçün keçərli ola bilər. Amma bu çox uzun bir prosesdir, yəni hardasa 100 illər çəkə biləcək bir prosesdir. Çünki bir anda heç kim ictimai fəzada feminizmi, humanizmi, sosializmi qəbul edəcək deyil. Bunlar yavaş-yavaş olacaq proseslərdir, əgər ictimai fəza üzərindən gediriksə. Ancaq digər mövzularda çox sürətli əldə elədiyimiz qazanclar olur, lakin onlar da tez itirir, həm də insanlar ölür, yəni həyatlarını itirirlər, daha çətin vəziyyətlərdə yaşayırlar, yəni çox zaman. Ona görə məncə ictimai fəza sosial modelləri uyğunlaşdırmaq üçün ən uyğun sistemlərdən biridir. Yəni ən azından belə düşünürəm. Çox lazımlı bir şeydirmi insanlara, lazımlı deyilmi bilmirəm, amma bir fikirdir ortaya atmışam. Yəni belə.